Nenem mağaradı, bir sabahda da Xuday alem şahidi bir sözler diyerdi ki ben indi o sözler yadıma düşende otururum ağlarım. Əslən elə sözlər deyərdi o pis adamı gördün, oğurluq edir. Getdiyinlə sən çox yaxşı adamsan. Əslən oğurluq eləməz. Gözünlə görsən oğurluq eləyib, ona demə oğurluq elədi. Sən ona vaxtı deyirsən oğurluq elədin də o getdi o səfərdə da qutuldu da. Ondan sən qurtulacağın yoxdur. Ay Mehran biz müttəhəmləri tadilə gətirərdilər. Bir düşərdi məsələn mənim şöbəmə, gəldim uşaqdır, məhsildir, cavandır, filandır, azad elərdi. Görərdin o bir şöbədə məsələn bir dənə ayrı bir rəis-tadiqat var, verib zindana. Qalardı onun əlində, o bu şəhər olardı bir bəla. Çünki bir adam bir ay gedə qala bu zindanda, da qutuldu da bu şəhərin bəlası olardı. Onun sən qutulacağın yoxdur onun əlində. O zindanələr ki, əff elirlər, nəmidən filan elirlər, çıxırlar eşiyə, baxsan əksəriyyəti dubara qeyd edilir. Bəran ki, sən onu müttəhəm eləmişsən, o yolu qoymuşsan boynuna. Sən onu eləmişsən oğru, sən onu eləmişsən adam öldürə, sən onu eləmişsən ziddi zət, sən onu eləmişsən ziddi məmləkət. Qutulub gedib, sən gəlsə eləyəsən onu cəzb eləyəsən özüyə. Bu iş bizdə yoxdur da, mən mətəl qalıram vaqiyə. Bizim ağıllılarımız hardadılar. Bizim ağıllılarımız bu məsali görüblər gəliblər. Tamam bu ağalar ki, bu ruhanilər için iş üstədilər. Bunlar bu məsali görə gəliblər hamısı. Sən deyilən ki, o qudrətli bilmirəm, o puldur, nədir, nə mənə mani olur? Tabi məsaili vaqiyyət eləyə bilər. Beynimizdə həll eləyək. Öz aramızda, öz zaməyimizdə.